Salam, hər vaxtınız xeyir, dəyərli müştərilərimiz. Sizə hər zaman bir dənə qapı təqdim edirdim və Yuliya qapı mokko rəngdə. Gördüyünüz kimi hal-hazırda onu tacla təqdim edirəm. Belə gözəl 3 cırmaq keçmə nalişniklə, hətta bu nalişnikli fiqurunu da ala bilərsiniz, düz də ala bilərsiniz. 2 xonça, gördüyünüz kimi qapımızın rüsumkası 1 xonçanın içində 2 xonçadır və kraskalı bir qapıdır. 4 qat İtalyan boyasıdır, 800-lik MDF-lə və gördüyünüz kimi taxta çərçivə ilə veririk. Dəyərli müştərilərimiz, sizə buradan hansı kilit seçə bilərsiniz. Bax, onu da seçə bilərsiniz. Məncə qara ən gözəldir, amma evdə əgər qızılı əşyalar varsa, kulçatellər, nə bilim, rüsturlar qızılıdırsa, bunu da istifadə edə bilərsiniz və digərdə bax, bunu da istifadə edə bilərsiniz. Amma mənim üçün ən gözəl, bax, qara kilit zamok ən gözəl variantdır. Dəyərli müştərilərimiz, siz də bu qapıdan alın, evlərinizin gözəl əşyalarına qatın və evinizin ən gözəl, dəyərli əşyası edin. Qapılar bilirsiniz ki, evin ilk növbədə, evə girəndə ilk növbədə əl hara atılır? Qapıya. Və qapının gözəlliyi də o evin, belə deyim ki, ən gözəl əşyalarından biri olmalıdır. Sizlərə də xeyir olsun. Allah hər kəsə qismət eləsin.